Hello everyone. Axşamınız xeyir. Questions? Zəhmət olmasa suallarınızı alaq. No questions? Yeah. Suallarınız yoxdurmu? Varsa zəhmət olmasa. Mətbuat konferansına gec gəlməyiniz. What is the reason that you attended press conference very late? Salamlayıram. Mətbuat konferansına Hello. Why did you come to the press conference a bit late? What is the reason? We have to do other interviews. Biraz başqa intervyularımız var idi. Digər kanallara müsahibə verildi ona görə. Gözlədiyi Qarabağı gördün mü? Did you see what you expected? Necə Qarabağ gözləyirdi? So what kind of game, what kind of match did you expect from Karabakh, and did you see what you expected? I answer easy the first question with all Suala bunu demək istəyirəm ki, yəni təbii ki biz əvvəldən Qarabağın güclü olduğunu bilirik. Amma onda deyim ki, birinci suala cavab olaraq biz biraz intervyularımız var idi, ona görə biraz gecikdi. Bu sualınıza da mən də cavab vermiş oldum. İkinci sualınıza gəldikdə isə biz təbii ki dünən dediyimiz kimi çox çətin oyun gözləyirdik və bu oyunu da biz şahid olduq. Ümumi olaraq 50-50 oyun getdi, ümumiyyətlə səviyyə olaraq. Qarabağ çox yüksək keyfiyyət nümayiş etdirdi. Xüsusilə birinci hissədə Qarabağ çox mükəmməl bir vəziyyətdə idi. Biz zəif başladıq oyuna və bunun nəticəsində də birincisində biz bir gol bıraxdıq. İkinci hissədə çox dəyişiklik oldu. Bizim biraz aktiv olmamızı müşahidə etdiniz. Çox təəssüf ki, biz müəyyən 2-3 çox gözəl şanslarda bu imkanları dəyərləndirə bilmədik. İkinci hissədə biz onlardan biraz yaxşı eləyə bilərik, amma ümumiyyətlə 95 dəqiqədə biz bərabərliyə nail ola bilərdik, amma ümumi olaraq Qarabağ qalib gəldi və buna layiqdir və nəticədə bunu göstərdi. Təbrik edirəm sizi gözəl oyuna görə. Thank you for the good match. So in the history of Copenhagen, can you say that Qarabağ is one of the tough opponents in the history of Copenhagen? Because 8 years ago, also Copenhagen played against Qarabağ and lost the match, and today also the match lost. Before the next match, can you say Qarabağ is one of the toughest opponents? Bəli, təbii ki, bunu deyə bilərik. Biz 2 dəfə oynamışıq. 2017-ci ildə biz oynamışdıq və bir gün də oynadıq. Biz bir gün eyni səfərdə məğlub olduq. Amma biz həmişə bütün rəqiblərə hörmət edirik və mən belə fikirləşirəm ki, bu çox çətin oyun idi və biz bunu gözləyirdik. Bizim kimi də bu Avropa təcrübəsi olan komandadır Qarabağ və biz Çempion Liqasında biz 3 dəfə oynamışıq son 3 sezonda və deməliyəm ki, Qarabağın çox mükəmməl oyunçuları var, çox yüksək texniki bacarıqlara malik oyunçuları var Qarabağın və təbii ki, mən baş məşqçi xüsusilə qeyd etməliyəm. Çox mükəmməl bir baş məşqçi var və mən buna hörmət edirəm ki, artıq neçə illər ki, Qarabağın pişkan arxasındadır. Bir gün biz ilk səviyyədə dediyimiz kimi Qarabağ çox mükəmməl başladı və ikinci hissədə biz nail olmaq istədik, amma ümumiyyətlə Qarabağ bugün çox mükəmməl bir vəziyyətdə olduğunu nümayiş etdirdi və mən bundan sonraki oyunlarda da Qarabağa uğurlar arzulayıram. I greet you in Baku. So what can you say about the atmosphere in stadium? So do you think the atmosphere played a crucial role in your defeat? And I would like to ask for the next match, what can you say about Qarabağ's future match? Do you think Qarabağ will be able to play in the playoff round? I would say like mən bunu demək istəyirəm ki, bugün bizim məğlubiyyətimizin atmosferlə bir əlaqəsi yoxdur. Təbii ki, biz bütün əvvəlki oyunlarda da, əvvəlki Çempion Liqasının və bütün oyunlarda da, Avropa oyunlarında
bu cür atmosferlərlə biz tanışıq. Xüsusilə ona görə mən deməzdim ki, bu bizə təsir göstərdi. Amma mən həqiqətən enerjini hiss etdim, çox mükəmməl bir atmosferi hiss etdim və biz başa düşdük ki, bütün azarkeşlər, Qarabağlar fəxr edirlər və Çempionlar Liqasındakı bu oyunu mükəmməl qiymətləndirirlər. Mən Qarabağın gələcək oyunlarına gəlib deyə bilərəm ki, bəlkə sürprizlər ola bilər. Bu da inkişaf vacibdir və lig mərhələsində çox rəqib oyunlar var və bu qrup mərhələsində hələ ki, belə deyək ki, hər kəs inanmalıdır. Qarabağ da bunu edə bilər. Təbii ki, Qarabağa da və biz də burada məğlub olsaq da bu hər şeyin sonu demək deyil. Bundan sonraki oyunlarda hər bir sürprizi almaq lazımdır. Fasilədə 2 dəyişiklik edib. So you made 2 substitutions in the break, and after first half, what did you want to change and what didn't work in the second half? No, I think first half. Birinci hissədə onu yenə qeyd edim ki, biz yetəri qədər yaxşı deyildik, topa sahib ola bilmədik, topa sahib olmaq göstəricimiz zəif idi və biz təzyiqlər altında idik. Və ona görə də mən dəyişiklik etdim. Mən 3 ildən artıqdır ki, Kopenhagenə rəhbərlik edirəm. Biz 4-4-2 stilində oynayırıq. Bəzən də 3-2-ni seçirik və biraz daha agresiv oyuna meyilli olmağa çalışdıq ikinci hissədə və ola bilsin ki, müəyyən çox gözəl anlarımız oldu, şanslarımız oldu. Çox təəssüf ki, istifadə edə bilmədik. İkinci hissədə biz dəyişiklik etməyə yaxın idik. Bizim üçün ümumiyyətlə oyun olaraq gözəl oldu. Amma yenə deyirəm ki, ümumi 93 dəqiqədə biz uduzduq. Çünki Qarabağda bizdən bir səviyyə daha yaxşı idi birinci hissədə. İkinci hissədə təbii ki, Qarabağın biz hücumlarını gördük, amma birinci hissədəki Qarabağdan biraz daha zəif mövqe nümayiş etdirdi. Əlavə suallarınız var. Çox sağ olun və hamınıza təşəkkür edirəm. Evet.